İllər üzrə 2025-26-ın qəbullarından geriyə gedirik. Daha çox bu düşünürəm ki, ikinci cəhdin təkrarı kimi bir imtahan olacaq. Bizə nə deyir? 92-ci və 9-cu suallar məhdil məsələsidir. İmtahanda çox tələbə yaza bilməmişdir. Amma əslində asan sualdır, Pifaqor teoremi ilə. Bax, 56 metr hündürlüyü olan dirəyin ucundan 20 metr hündürlüyü olan dirəyin ucuna məhdil çək. Deməli, normalda belə bir şeydir bu. Deməli, bircə dəqiqə. Aha. Bəli, 56 metr hündürlüyü olan dirəyin ucundan 20 metr hündürlüyü olan dirəyin ucuna məhdil çəkilir. Deməli, bu olsun 56 metr hündürlüyündəki dirək. Bu da olsun 20 metr hündürlüyündəki dirək. Profesör. 20. İndi. Bunlar bunun ucuna məhdil çəkilir. Dirəklər arasında məsafə 15 metrdir. Deməli, buradan bura məsafəmiz nə qədərdir? Buradan bura məsafəmiz 15 metrdir. Əgər dirəklər arasında məsafə 12 metr daha çox olarsa, məsafə 15 yox, neçə olarsa, məsafə 27 olarsa, yəni bu da təxminən gəlib belə bir şey olacaq. Məhdili uzunluğu nə qədər artmalıdır? Bu məsafəmiz bu dəfə olur, buradan bura ekstra olur 12 metr. Bəli, məhdil bizdən bu artım istəyir ki, bura neçə metr artmalıdır? Aha. Dirəyin nə edirik? Yox, bir dəqiqə, səhv dedim. Məhdil nə qədər artmalıdır? Yəni, bu dirəyin uzunluğu sabit qalır. Saçdım, özür də saçdım. Bax. Bu dəfə məhdili, dirəyi buradan asırlar. Məsafəmiz olur burada 12. Düzdürmü? Burada avtomatik məhdilin uzunluğu dəyişir axı. Bu uzunluğu məhdilin nə qədər artmalıdır? Bunu nə edirsən? Pifaqor teoremi var. Bax, burada əslində şərt yazır. Katetdən kvadratları cəmi hipotenuzun kvadratına bərabər. Gətirib. Burada. Bax, birinci buranı tapacaq. Bax, buranı bilirəm. Neçədir bura? Bura bizdə 15. 20, 36. 20 orada, 16. Hə, tamam. 20 buradır. 56 da ümumi. 56-dan 20 çıxanda bu hissəmiz qalır 36. Bu hissəmiz qalır 36. Bax, buradan bura. Bura 36 olur. Mən bu məhdilin uzunluğunu tapa bilərəm də. 36-nın kvadratı ilə 15-in kvadratını toplayanda bax, buranın kvadratı eləməlidir. Bura olsun x. X kvadratı bərabər 36-nın kvadratı üstə gəl 15-in kvadratı. Hesabla bir zəhmət olmasa 41-in eləməlidir. 39'un zaman oldu. Ha? Kısa getmiyor. Yox. 39'un, hə. 1521-də 39-un kvadratıdır. Deməli, burada tema neymiş? Bu 39'dur. Bax, bu x 39'dur. Məhdil əslində 39 olmalıdır. Bir dənə sistemin qurulmasıdır. 15-in kvadratı ilə 36-nın kvadratını toplayırsan, olur x-in kvadratı. X-in kvadratı 39'un kvadratı olduğuna görə x sözü olur 39. İndi, bunu tapdıq. Bu dəfə eyni şeyi bax, buradan indirsən. Bu dəfə də bax, 36-nın kvadratı ilə 27-nin kvadratını toplayanda bu dəfə buranın kvadratı eləməlidir. Yəni, bu dəfə y yazıram bura. Y-in kvadratı bərabərdir. Bax, bura neçə oldu? 27. 27-nin kvadratı üstə gəl. Bura neçə oldu? 36. 36-nın kvadratı. Bu da neçə edir? 45'in kvadratı. Bəli. Elə bir ki, bu 9'dan getsə 3, 4, 5 şeydə Pifaqor ədədlər. Y-in kvadratda olur 45. Normalda indi x bizdə 39 idi, y bizdə 45 idi. Nə qədər artırılır məhdilin uzunluğu? 6 metr. Çətin sualdır məndə. Bunu çox adam yarada bilməz. Mənim hardan bilək ki, biz 39'un kvadratı? Onu fikirləşən ki, imtahan qutarar. 36'nın kvadratı 1296 eləyir, 15'in kvadratı 225 eləyir. Bunları toplayanda olur şey. Ağla gəlməsə 39'un kvadratıdır. Mən gərək onu necəsə Yox, bəli, bunları toplayanda sonu 1 nəmdir. Sonu 1 nəmdən ya 39'undur ya da 41'in. Müəllim, üzrlü sayın. Orada Pifaqor ədədlərlə də getmək olar. 3, 4, 5 bizə. Ayşələ biz 45'e elə tapdıq. 3, 4, 5. 9'a böldük, elə bir.
Bu zaten yeni sual değildi imtahanda. Bunun noktalar verilmesi əvvəl imtahana düşmüşdü. Buradan Bəli, bax, Bir məntiq sual deyil, riyazi sualdır da. həndəsə sualdır, bəli. Həndəsə. Həndəsədə həndəsə. Gəlirik bu hissəyə. Bax, 50 metrlik olan məftil 10 metrlik dirəyin uzunluğundan küçənin bir tərəfində yerləşən binanın qabına çəkilir. Deməli, 50 metrlik məftil çağır. 10 metrlik dirəyin uzunluğundan çağır. Küçənin o bir tərəfində yerləşən binanın damına çəkilir. Yəni, 10 metrlik bir dirək var isə, bu dirəyin uzunluğu olsun 10 metr. 50 metrlik məftil bu binanın ucuna çəkilir. Bax, bu da olsun binamız. Binanın hündürlüyü nə qədərdir biz onu bilmirik. Və buradan burada məftil neçədir? Buradan bura məftilimizin uzunluğu 50-dir. 50 metrlik məftil 10 metrlik dirəyin uzunluğundan binanın damına doğru çəkilir. Küçənin eni 14 metrdir. Bax, buradan bura məsafəmiz 14. Əgər küçə daha 16 metr enli olsaydı, küçə 14-dən yox, ekstra 16 metrdə daha enli olsaydı, lakin məftilin uzunluğu eyni qalsaydı, yəni məftil yenə 50 olsaydı deyil. Təbii ki, bu artır axı. Məftil yenə eyni qalır, avtomatik nə olur? Bax, bizdən bu uzunluğu soruşur ki, artım nə qədər olacaq? Bax, bizdən bu dirəyin uzunluğunu soruşur ki, dirək nə qədər artmalıdır? Yenə eyni temadır. Bax, birinci gəlir nəyə? Bu 50-dir, bura neçədir? 14-də axı. Burada x olsun, bax, bu hissəmiz. 50-nin kvadratından 14-ün kvadratını çıxanda edir x-in kvadratı. Deməli, bax, yazıram. 50-nin kvadratı Fiqor teoreminə görə çıxılsın 14-ün kvadratı. Bərabərdir x-in kvadratı. Burada açılış nailiyyəri idi. A çıx B, A üstə gəl B. 50 çıx 14 nə verir? 36. 50 üstə gəl 14 nə verir? 50 üstə gəl 14 də verir şey 64. 36 vur 64 kökün altında. Yəni bunlar da təbii ki, ixtisar gedəndə qalır 6, 8, olur 48. Deməli, bu x-i sən tapırsan 48. Bax, bu hissədir. Eyni temanı gətirib yenə buraya çeynirsən. Bax, yenə bura bu dəfə eyni məsafətdə. Deməli, biz 48 nəyi tapdıq? Bax, bu hissədir. Bizə imkan vermirlər, bizə dəqiqə. Sağ ol. Hə. İndi bax, bu dəfə eyni şey buraya tətbiq edirəm. Bu dəfə bu göy xəttin uzunluğu nə qədərdir? 30-dur da artıq. Bu 30-dur, məftil neçədir? Yenə 50-dir. Bu dəfə 50-nin kvadratından 30-un kvadratından çıxıb, bax, bu hissəni tapacaq. 50-nin kvadratından 30-un kvadratını çıxanda belə olurdu. 50 çıx 30, 50 üstə gəl 30. Olur 20 vur 80, o dedi 1600. Nəsə, buranı tapırsan 40. Bax, biz buranı 48 tapmışdıq. Buranı 40 tapdıq. Onda bu hissəmiz neçədir? 8. Bu hissəmiz əgər 8 isə, bizdən nə istəyir? Dirəyin hündürlüyü nə qədər artmalıdır? Dirək əvvəl belə deyildi. İndi gəldi oldu belə. Yəni artım budur da. Bax, bu elə 8 metr demək. Sırf həndəsə. Hə? Bax, elə bir ki, biz 50-nin kvadratını, 14-ün kvadratını çıxıb, buranı tapdıq 48. Düzdür? Eyni şeyi buranı da tapdıq. 50-nin kvadratını, 30-un kvadratını çıxıb, buranı tapdıq, oldu. Bax, bura deməli, daha doğrusu bura 18 tapdıq. Bura 18 idi. 18 yox, neçə tapdıq buranı? 48. Hə, bura 48 idi. Bura 48 idi. Burada 40 idi. Bura ümumi 48-dir. Bura 40-sa bura nə qalır? 8. Və bizdən bu artımın dəyişilməsini istəyir. Xədidə yazım yarət. Çətin sualdır. Yəni çətin deyil. Konkret riyaziyyat. Həndəsə. İkinci sinif həndəsə sualı. İnşallah düşməz. Məncə istifadə olunmaz. Prosta belə bir gözəl bir sual. Qatlanma sualı. Birinci şansa düşür. Baxmayaraq ki, bəli, bunu birincidə də düşmüşdür, düzdür, orada təzəyir. İkincidə də artıq köynə sualı idi. Gəldilər, yenə nə qədər adam səhv yazdı. Bax, belə suallarda fiqurların şey olur da, elə bir ki, misal üçün, üçbucağa hər hansı bir tərəfə baxırsa,
həmişə elə olmalıdır. Fiqurun qatlanmasında, döndərilməsində fiqurların istiqamətləri dəyişməməlidir. İndi biz normalda nə edirik? Bax, gətirib bunu kəsib çıxardacam buradan. Ki, variantlara eyni anda baxaq. İki dəfə hocam olmasın. İki dəfə çıxdı. Eyni şeydir. Bu birincisidir. Bu birincisi. Bu ikincisidir. İkincisi değil. Bəli. Bax, mən necə eləyəcəm? Deməli, baxıram ki, bax, məsəl üçün, variantları müqayisə eləsək, bax, fikir verin, bax, buradakilərə baxın, görürsünüz, biri fərqlidir, bax. Bu var, bu trapeziyamız burada daxı. Bu trapeziyanın fikir verin, böyük ayaqları var, böyük tərəfi. Bu trapeziyanın böyük tərəfi üçbucağın o təpə nöqtəsinə baxır da normalda. İndi, bax, biz onda bunu çıxarıq. Çünki üçbucağın balaca tərəfi şey. Bax, trapeziyanın böyük tərəfi baxır üçbucağın o iki tərəfinə. Bax, burada səhvdir, tərsinə veriblər. B getdi. C də getdi. Bu tərəfinə baxa bilməz. Bu qala bilər, bax, bu da getdi. Çünki bu trapeziyanın böyük tərəfi baxır bucağa. Qalırıq A-la D arasında. Fərqli olan nə var burada? Salam aleyküm. Sağ ol. Burada fərqli olan, misal üçün, bax, gəl bu dairəyə baxaq, məncə. Bax, bu dairəmiz burada da axı. Bu dairə buradadsa, bunu bu xətt üzrə qatlayanda, bu dairəmiz bax, buradadsa, gəlib bura düşməlidir. Dairə gəlib düşməlidir bura. Dairə burada olan bir dənə A variantı. Başqa cürdə baxıb tapmaq olar. Misal üçün, fərqli yerlə də tapmaq mümkündür əslində. Tutalım, görün, harada tapa bilərik başqa. Bax, oxlarla. Yox, oxlarla yox. Hə, ürəklə. Ürək bilmir ya, ürək düzdür da, iki dəfə. Ürək problem olar bizim. Bax, bu ürək var ha. Bura qatlayanda bu ürəyimiz gəlib düşəcək bura. Sonra bu yana qatlayanda ürək burada olmalıdır. Dördündə proteziyadır, birində ürək. O əslində dördün biri ziddir o qayda. Yəni, bunu tapmaq olardı. Belə suallarda baxırdan ki, misal üçün, məsələn deyirəm. Baxıram ki, bax, bu oxum var ha, ano, bax. Ən azından. Bax, bunu heç vaxt atmazsan, bilsən niyə? Oxun başlanğıclarına baxın, oxun baş tərəflərinə, görürsünüz? Oxun baş tərəfləri üçbucağın yanlarına baxır. Bax, burada oxun baş tərəfi üçbucağın təpə nöqtəsinə baxır. Olmaz. İstiqamət söhbətlərinə görə bu sual rahat tapılan bir sual idi. Bu dəfə düksər rəqəmli versiyasını çıxacaq. Bunu onda qırğın çalacaq. Var o Allah bilər. Ondan bir olasın. Qatlanma nə? Sonra baxarıq. Qatlanma sualı bəli. Çox asan sualdır. Bir də diqqətli olmaq lazımdır. Bax, bizə nə deyir? Rəngsiz xana, deməli, üst-üstə düşən rəngsiz xanalar rənglənmir. Yəni, ağ üstə yalaq bizə nə verir? Ağ. Rəngli xanalar rəngsizləşir. Yəni, rəngli xanalar rəngsizləşir. Odur ki, qaralar ağ olur. Və biri rənglənmiş, biri rənglənməmiş olanda rənglənir. Deməli, biri qara, biri ağ olanda nə olur? İkisi də olur qara. İndi biz nə edəcəyik burada? Bax, şəkli əvvəldə bir xətt üzrə qatlayırsan, sonra iki xətt üzrə qatlayırsan, axırda üç xətt üzrə qatlayırsan. Bizim bir xəttimiz budur. Bax, bir xəttimiz budur. Mən bu şəkli bu xətt üzrə qatlayanda neçə cür qatlanma olacaq? Bir cür. Çünki bunun yuxarısında bir xana var, aşağısında 5 xana var. Yaxın-yaxına uzar. Əgər burada da bir xana olsaydı, bax, iki cür qatlanma olar. Baxıram birinci bu qatlanmaya. Bunu ilə bunu üst ölçüşür elə bir ki. Bax, eyni rəng, bax, tema nədir burada? Eyni rənglər ağarır, müxtəlif rənglər qaralır. Bax, eyni rənglər nədir? Ağarır. Bunlar ağardır. Yenə eyni rənglər ağarır. Dəymirəm. Müxtəlif rənglər qaralır. Müxtəlif rənglər qaralır. Eyni rənglər ağarır. Yenə eyni rənglər ağarır. Bu bitdi. Biz birinci qatlanmanı tapdıq. İndi baxıram ikinci qatlanmaya. İkinci qatlanma, bax, ikini xəttə burada da. Burada neçə cür qatlanma olacaq? 3 dənə. Bunu qatlayanda, bax, bunu ilə bu üst-üstə düşür. Bunu ilə bu, yaxınla yaxın, uzaqla uzaq. Qatlayıb atmaq lazımdır. Qatla, pecat kimi. Tık-tık. Qatlayıb atmaq. Bunu sağ
Necə? Bunu deyirəm, sağa qatdırsınız bir-bir yoxsa üzü aşağı? Ya, birinci bax bunun bir xəttimiz budur. Bunu əvvəl yuxarıdan aşağı qatlayırsan, sonra təzədən atırsan geriyə. Kitab kimi. Sonra bax iki xəttin budur axı. İki bax burada verilib, iki xətti. İki xətt üzrə qatlayırsan. Bax bu cür qatlama nə demek ki, ortadan qatlayırsan bunu. Yuxarıdakiləri aşağı qatlayırsan, ki qatlayıb atırsan. Axırda da bu xətt üzrə qatlayıb atacağıq. Ən sonda. Bax, bu xətt üzrə qatlayanda, biz bu xətt üzrə qatlayanda. Burada bunu ilə bu üst-üstə düşür. Bunu ilə bu, bunu ilə də bu üst-üstə düşür. Baxıram buna. Bax, müxtəlif rənglər qaralır. Eyni rənglər ağarır. Dəymirəm. Eyni rənglər ağarır. Müxtəlif rənglər qaralır. Müxtəlif rənglər qaralır. Eyni rənglər ağarır. Bax, bu qatlama tamamlandı. İndi keçirəm bu qatlamaya demək. Əmrahmaya. Daha pisdir. Oğlanla yazıları daha pisdir. Hə. Yukarıda iki tane kahve yapıyor. Bunlar nə? Yukarıda iki tane kahve. Ortada. Bunlar Bu kahveler çok parayla. Daha çok parayla. sən bunları deyirsən. Biz əgər bu qatlamayı keçirəm ki, yaxın. Bax, mən birinci buranı tapdım. Bax, bunlarla bunların qatlanmasına bax. Şimdi bunlarla bunların qatlanmasına, o sən dediyi və axırda baxacam. Bunlarla bunlara baxacam. Deməli, bir dəfə baxıram bunlarla bunların qatlanmasına. Eyni rənglər ağarır. Bu ilə bu nədir? Müxtəlif rənglər qaralmalıdır. Bu ilə bu nədir? Müxtəlif qaralmalıdır. Bu ilə bu nədir? Müxtəlif. Bax, bu müxtəlif də qaralmalıdır. Bunu ilə bu eyni rəngdə ağarır. Ağ da olsa bu. Bunu ilə bu nədir? Müxtəlif rəngdə qaralmalıdır. İndi axırda qaldı bu qatlam. Eyni rənglər ağarır. Bu heç. Bununla bu müxtəlifdir, qaralır. Bunu ilə bu müxtəlif qaralır. Bunu ilə də bu müxtəlifdir, qaralır. Eyni rənglərdir, ağarır. Bunu ilə bu nədir? Müxtəlifdir, qaralmalıdır. Mən ikinci qatlanmanı da tapdım. İndi baxıram üçüncü qatlanmaya. Üçüncü qatlanmada var, üç xətti buradadır. Bu xətt üzrə qatlanmada neçə cür olacaq? 3 dənə qatlanma olacaq. Bunu ilə bu, bunu ilə bu, bunu ilə də bu. Birinci baxıram ortadakına. Eyni rənglər, bax, bunların dördü də nədir? Bunların dördü də nədir? Eyni rənglərdə, hamısı ağaracaq. Bax, bunları ağartdım. Bunları da ağartdım. Bu qaraları da pozub ağ eləyəcəm. Bax, bunları da pozub eləyirəm ağ. Bu tapılır. Burada karanlık sağlıyor. Çok karandaşla tapılıyorsun. Karanlık Yox. Bir dənə diqqətli olursan, bir dənə fikrin yayılmamalıdır sualda. Ondan sonra tapılır. Müxtəlif rənglər qaralır. Müxtəlif rənglər qaralır. Bax, birinci qatlanma tamamlanır. İndi ikinci qatlanmaya baxıram. Bax, bunu ilə bu. Yenə nədir bunlar? Müxtəlif rənglər qaralmalıdır. Bax, bu xananı eləyirəm qara. Götürürsən imtahanda pozandan pozursan eləyirsən qara. Yazı pozan bir kadar forma olur. Adi karandaş apardı olmasın. Sağdan neyine pozan dağılıp gelir orada. Zulüm diye böyle 4 tane pozan yapardı. Mona Lisa tablosu çəkəcək. 200 dənə sual istəyirsən, odur ki, 5 dənə sual yazırsa 300 dənə. Bu ilə bu nədir? Müxtəlif rənglər. Qaralmalıdır. Bu qaradır, bu da qaralır. Bunu ilə bu nədir? Müxtəlif rənglər qaralır. Bu ilə bu müxtəlif rənglər qaralır. Bu ilə bu müxtəlif rənglər qaralır. Yenə müxtəlif qaralır. Axırda bir dənə bu qaldı. Bu qatlanma qaldı. Bax, bunu ilə bu da yəni. Müxtəlif rənglər qaralır. Bax, bu xananı qaraldıram. Bunu ilə bu müxtəlifdir, qaraldıram. Bunu ilə bu nədir? Müxtəlif rənglərdir, yenə qaralır. Bunu ilə bu müxtəlif rənglərdir, qaralır. Bunu ilə bu müxtəlif qaralır. Bunu ilə də bu müxtəlif qaralır. Bitdi. Ben bu üçüncü katlatma hansı? Hə. Üçüncü katlatma hansı? Üçüncü qatlamada 3 xətti budur. Bu bura, bu bura, Ben böyle katlatma. bu bura. Yaxın, uzaq. Amma müəllifin açıq danışır ki, çox uzun gedir də. Çox uzundur, Adam bəli. Para çalsın. Uzun sualdır, bəli. Biraz vaxt aparandır. Gözlü yerde de böyle balonlar. Əlimlə var, ayağımla. Onlar duran okuyan bu iş var. İşbaz yox edəcək. Ben kötü olur. Düşməsə,
Düşməsə, bu qatlanma düşməsə əgər yenidən, mən adımı dəyişərəm. Üzr videosu çəkirəm. Alfa. Mən nə bilim. Sənin cabbarlıq olacaq, əskər sana. Düşəcək. 100% düşəcək, narahat olmayın. Bax, ya bunu da işləyək. Deyəcəm, qabaqda situasiyalardan bir neçəsini göstərəcəm sizə. Deməli, rəngsiz kanal üzərindən düşəndə rəngsiz olur. Yəni, yenə, ağ üstə yalaq bizə nə verir? Ağ. Rəngli kanal, rəngsiz kanal üzərindən düşəndə rəngli olur. Yəni, qara, üstə gəl ağ bizə nə verir? Qara. Bir də rəngli kanal. Rəngli kanal üzərindən düşəndə rəngsizləşir. Yəni, qara üstə gəl qara bizə nə verir? Ağ. Bunu yazdıq. Bundan sonra nə edirik? Baxırıq nəyə? Bax, birinci qatlanmamız buradır. Mən bir dənə söz soruşum da başladan. Bayaq da dedən orasını başa düşdüm. Soruş. Bu ağ üstə gələk ağ, bərabər ağ yazımsınız. Qara üstə Aha. gələk ağ, bu da qara. Qara üstə gələk qara, bərabər ağ. Bunu necə yazırsınız? Bir də o zəhmət olmasa. Bu deyir də. Bax, qaqa, burada deyir ki, rəngsiz kanal üzərindən düşəndə rəngsiz olur. Bax, yəni rəngsiz oldu ki, ağ üstə yalaq bizə verir ağ. Bu şərtdə yazır. Rəngli kanal, rəngsiz kanal üzərindən düşəndə, yəni qara üstə yalaq bizə qara verir. Aydındır? Bax, buna görə. Şimdi burada, bax biz nə edirik? Biz burada götürürük. Bir dəqiqə. Görün. Bir dəqiqə. Ne oldu? Ne diyor? Üç əlbəttə ki, videosunu bağlamaqda. Hə, çox. Deməli, hə. Bakın, kimin səsi daxil. Hızlı işledi. Kimsə zoom işlədəm 21-ci əsrdə. Deməli, düzəldi. Bax, birinci qatlanmaya baxın. Birinci qatlanmaya. Bax, birinci xətt üzrə qatlanman budur. Görürsünüz? Bu xətt üzrə neçə cür qatlanma olacaq? 2 cür. Yolun yuxarıda 2 xana var, aşağıda 4 xana da, balaca xana qədər. Yəni, bu xətt üzrə, bunu ilə bu qatlanacaq, bunu ilə də bu. Deməli, eyni rənglər ağarır. Yenə eyni rənglər ağarır. Eyni rənglər ağaracaq. Bunlar da eyni rənglər, bunlar da eyni rənglərdir, bunlar da eyni rənglər. Bitdi. Bax, eyni rənglər ağarır, müxtəlif rənglər qaralır. 2 dənə düstur var. İndi bu dəfə bunu ilə buna baxın. Müxtəlif rənglər qaralır. Bunu ilə bu nədir? Müxtəlif rənglər qaralır. Eyni rənglər ikisi də ağaracaq. Müxtəlif rənglər qaralır, eyni rənglər ağarır, müxtəlif rənglər qaralır. Birinci qatlanma tamamlandı. İndi keçirəm ikinci qatlanmaya. İkinci qatlanma da bu xətt üzrə aparılır. Bu xətt üzrə neçə cür qatlanma olacaq? Yenə 2 dənə. Bax, yaxınla yaxın, uzaqdan uzaq söhbətdən. Birinci buna baxıram. Müxtəlif rənglər qaralır. Müxtəlif rənglər qaralır. Eyni rənglər ağarır. Eyni rənglər ağarır. Buranı ağardıram. Bu qaranı pozub edirəm axı. Deməli, eyni rənglər ağarır, müxtəlif rənglər qaralır. İki xətt üzrə birinci tərəfin qatlanması tapıldı. Baxıram indi ikinci tərəfin qatlanmasına. Eyni rənglər ağarır, müxtəlif rənglər qaralır. Bununla bu nədir? Eyni rənglər ağarır. Bununla bu eyni rənglər ağarır. Bununla bu müxtəlifdir. Qaralacaq. Bununla bu nədir? Eyni rəngdə ağaracaq. İkinci xətt üzrə qatlanma da tamamlandı. Bir də gəldik üçüncü xətt üzrə qatlanmaya. Bu xətt üzrə qatlanmada 2 cür olacaq. Eyni rənglər, daha doğrusu müxtəlifdir bunlar. Birinci bunu ilə buna baxıram. Müxtəlif rənglər qaralır. Bu ağı pozub edirəm qara. Eyni rənglər ağarır. Müxtəlif rənglər qaralır. Eyni rənglər ağarır. Eynilər ağarır. Müxtəliflər qaralır. Bir dəfə qaldı bunu ilə buna baxmaq. Müxtəlif rənglər qaralır. Buranı qaraltdım. Buranı yox, bir dəqiqə səhv edirəm. Birincini qaraltdım. Eyni rənglər ağarır. Bununla bu eyni rəngdə ağaracaq. Bunu ilə bu nədir? Müxtəlif rəng qaralacaq. Buranı qara edirəm, bronzu qaralır.
Bununla bu müxtəlif rəngdir. Qaralacaq. Bununla bu eyni rəngdə ağaracaq. Bitdi. İşte ne sor? Bizdən axırda deyim neçə dənə xana qaralanmış olacaq. Qara xanaları sayırsan. 1, 2, 3, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 də. 20 dənə xana qaralanmış olacaq. Daha rahat. Eyni şeydir. Xoş bayaqki birinci dəfə deyəndə daha uzun çəkir. Tamam. Birinci dəfə daha uzun çəkir. Olur belə. Demək, tema neymiş? Eyni rənglər ağarır, müxtəlif rənglər qaralır prinsipi ilə verib tapacaq. Axırda deyək ki, neçə xana ağ olacaq? Neçə xana sonunda ağarmış olacaq? Soruşa bilər onda təbii ki. Bəli. Gəlirik bu suala. Bu sualı keçməzdən qabaq birinci mən bu sualı sizə göstərmək istəyirəm. Hanı o sual? Mantık yapılamıyor. Deməli, bax, birinci bu suala baxaq. Bu il imtahana çıxan o sual təkrar sualı idi. Bu çox rahatdır. Bunların kodları bunlardır. Tapmalısan ki, hansıdır? Bax, məsələn, baxıram nəyə? Bax, burada nədir? 3 dənə D var, görürsünüz. D-dən 3 dənədir. Həmçinin smalikdən 3 dənədir. Bir də bu ulduzdan 3 dənədir. Hansı hərfdən başqa 3 dənədir? Eylem. E hərfindən də 3 dənədir, düzdürmü? Bax, burada E-lərdən də 3 dənədir. Deməli, D ilə Y, D-lər və Y-lər, ulduzlar və smaliklər. Hansıdır bilmirəm. Düşürəm aşağıya. İsmail aşağı. Burada 3 dənə D-lər var. Həmçinin 3 dənə nə var? Ye. Yok. Yox. Yok. C-nəfər yoxdur. Bütün C-lər görürsünüz. 2 Bax, dənə ev ortaq var. rəqəmlər ulduzlardır. Bax, 3 dənə ulduz burada var idi, 3 dənə ulduz da burada var. Deməli, bu ulduzlar nəymiş? Bu ulduzlar deməli, ikisində də ortaq olan 3 dənə deyilmiş. Ulduzlar D-dir. D-nin deməli kodu oldu ulduz. D əgər ulduzsa, bu smalik nədir? Smalik onda olacaq Y. Bu oldu Y. Bu əgər Y-dirsə, onda bu smalik bizdə Y-dir. D-ni də ulduz tapdıq. Daire şeyde şey. Daire Burada 3 tane oldu. Burada bax, bu boş çoxluq işarəsi var. Ha? Nə var 3 dənə? C var da. D-ni tapmışıq. C olacaq boş çoxluq. Gələm indi bura. C-ləri bilirəm ki, boş çoxluqdur. Bunlar heç. Gecem geçiyor. Ürəklər var ha 3 dənə, görürsünüz? Ürəklər nə olacaq? A ürəkdir. Bir dənə qaldı nə? B. Şu. Hamısını tapdın hansıdır. Burada artıq eynilik. Bu asan bunu tapmaq olur. Qaldı ki, bu il düşən imtahana düşən digər sualda. Smalik niyə C-dir? Niyə C olsun? Hanı? 3 tane. Smalik C ola bilməz. Çünki burada. işte. Bax, 3 dənə smalik var burada, görsən. Burada 3 dənə C yox. Deməli. Baxıram buna. Bax, bu dəfə bu sualı ümumiyyətlə variantla işləmək daha yaxşı idi. Telefonları yığışdırırıq arxa cərgədə. Deyir ki, dərsləyə çıxanda yazacaq. Gəl olma başlayacaq ki, 5 saat nə dərsi? Deməli, tapmalısan ki, hansıdır? Bax, yenə eynidir. Burada söhbət bilirsiniz nədən gedir? Burada biraz sualı tətinləşdirmişlər. Yazmışsınız imtahanda bunu. Sağ ol. Yox. Tamam. Geldi. Sağ ol. Bax, bizə nə deyir? Deyir ki, cədvəl düzlüyündə iki tərəfli oxdan nəsə, bax, bunların kodları bunlardır. Bunların kodları bunlardır, bayaqki kimi yerləri qarşılıqdır. Amma tema var ki, yuxarıda yazıb ki, misal üçün deyirəm, burada bu uzaylı şəkli C hərfini xarakterizə edir, məsələn, düzdür? Uzaylı C-ni xarakterizə edirsə, burada o şey bax, uzaylı C-ni xarakterizə edə bilməz, dəyişə bilər o yerdə. Yəni, buradan bura dəyişə bilər. Bax, mən necə eləyirəm? Ən yaxşı variantla baxmaq. Misal üçün, Gördüm. baxıram ki, bax, uzaylı K hərfidir, gördünüz burada. Deyir ki, uzaylının simvolu kodlaşdırır K hərfi.
Bax sizcə burada uzaylılar K hərfi ola bilər? Yox. 3 dənə uzaylı var. İkimizde de var. Onun şərtdə verir. Bax deyir ki, şəkil cütlüyündə eyni işarələr, eyni hərflər fərqli fərqli hərflərə işarələyib. Eyni işarələr fərqli cütlüklərdəki fərqli hərfləri və fərqli işarələr fərqli cütlüklərdəki eyni hərfləri ifadə edə bilər. Bu adı verdi ki, bax bayaq dediyim söhbət. Bax uzaylı burada misal üçün C ola bilər, amma burada uzaylı C deyil. Uzaylı burada ola bilər, misal üçün A olsun. Yəni buradakı uzaylılar buradakı fərqlidir. Deməli, Mənada bax, çatmışdım. bəli. Başım error vermişdi imtahanda da. Baxıram görürəm burada məsəl üçün nə bilim buna aiddir, burada görürəm başqa şeyə aiddir. Bəli, yəni o şərti boşuna vermir imtahanda. Deməli, bax gətirik. Bax, birinci baxıram, uzaylı nədir? K-dır da, hə? Burada, verdiyinə görə. Sizdə uzaylı K ola bilərmi birinci şəklə görə? Yox. Burada uzaylı K ola bilər? Yox. Çünki bir dənədir, burada iki dənədir. Bəs burada uzaylı K ola bilər? Olmaz. Yəni, heç vaxt uzaylı K ola bilməz. Yəni, bizdə, bax, bu var, ha. Y variantı ümumiyyətlə səhvdir, bəli. Y variantı ümumiyyətlə heç bir variantda olmamalı. D-ni çıxırsan, Y-ni də çıxırsan, Y variantı səhv. Misal üçün, bax, İ hərfi Q, görüm ola bilərmi? İ'nin kodu K ola bilər. Baxıram ki, burada İ hərfi bir dənə var. K nə qədədir? Bu, buna aid ola bilər. Burada İ hərfi bir dənədir, K isə 2-dir. Bu, buna aid ola bilməz də. Tamam. Olabilir. Bir tane temel. Nə ki dənə? Burada bir tane temel. Hə, gördüm, hə. Bir dənə İ hərfi, bir dənə K'dır. 2 dənə İ var, 2 dənə K var. Bir de bu telaşla var. Ay, çok. Bax, İ hərfi, bax, İ hərfi ta birinci şəklə uyğun gələ bilər. İkinci şəklə uyğun gələnməzdə 3 dənə İ var, 2 dənə K var. Uyğun gəlmədi. Burada İ hərfi 2 dənədir. K hərfi, bu da buna uyğun gələ bilər. Bir dənə 2-yə uyğun gələ bilməz. Yəni, İ'nin K hərfi olmağı bir dənə ikinci şəklə uyğun deyil. Deməli, yəni ki, İ'nin K hərfinə uyğun olmağı C bəndidir axı. Bir dənə bu 2-yə getmədi. Zaten 2-yə getmədi. Misal üçün, baxaram da ya, bomba şəklinə. Bax, bomba J hərfi. Bax, məsələn, hörümçək nədir? B hərfi veriblər də, düzdürmü? Bax, hörümçək birinci nümunə, üçüncü nümunədə hörümçək B hərfi ola bilər? Yox. Düz gəlmir sayları. Hörümçək B ola bilər? Yox. Hörümçək B ola bilər? Bəli, hörümçəyin B olmağı ancaq birinci şəklə uyğun gələ bilər. Deməli, hörümçək ancaq birinci şəkildə B ola bilər. Yəni, A getməlidir birinci şəklə. B-ni çıxırsan, qalıram iki variant arasında, fərqli olan C-dir. C variantında C yok da. Hə? Birincide. C variantında birinde C var. Hə, İ'nin birdən tapmışdır. Ha, bilmiyorum. Misal üçün, gəl belə eləyək. Bax, bomba G hərfi daxil, düzdürmü? Bomba da o. Hə, bomba. Ha, bomba olsun, yox, bomba yaz. Bomba G hərfi daxil, düzdürmü? Bax, açıq bomba da. Biri var qapalı bomba, biri var açıq bomba. Birini çəkilmiş bomba. Bomba G hərfidir. Bax, burada bomba J hərfi ola bilər? Yox. Burada açıq bomba 2 dənədir. J hərfi ola bilər? Ola bilər. 2-yə aiddir də 3-ə aid ola bilməz. Yəni, bu B variantı 3-ə aid getmədi. Bax, bu səhvdir, zat A bəndə qalır. Yəni, bu cür işləyəndə daha rahat tapma olur. Ondan çok farklı var. Görürsünüz? Variant işler var. Variantla işləmək Ben lazım. birbaşa variantın özüyle işledim. Gördüm biri atıf dedim biri adı. İkiye gördüm çok dedim 3'e geldi. Variantla işləmək daha yaxşı. Bəli. Bu metodu heç kimə demir. Hə. Bax, bu nə dedik? Sağ olun. Deməli, gəlik buna. Sual elə bilirsin. Bax, bu il imtahanlarkən çətin suallardan biri. Çox gözəl bir sualdır. Bəli, bu sual düşə bilər, yox düşəcək. Yani başta. Bax, nə edirik? Hə, oxşarı. Cədvəldə 5 dənə Bir defa da geçen. informasiya 15 olacaq da, bir dəfə məntiqi 60 olacaq. Onu deyim. Cədvəldə ABCDY hərflərinin yerinə 12, 13, bu 12-ni buradan pozub imtahanda yazmışdım mən bura. Ki, bu 12, lanet olsun bu kafaya. 12 burada yoxsa yazmışdan çıxır.
Belə şeyləri öyrənirik. 70% getdi. Sual 70% həll oldu. Ədədlər elə yazılmalıdır ki, ardıcıl ədədlər qonşu olmasın. Qonşu nədir? Sağında, solunda, yuxarısında, aşağısında olmasın. ABC-nin cəmi ən çoxu neçə ola bilər? Bax, qardaş, mən A-ya ən çox nə yaza bilərəm? ABC ən çox bilsə, böyük qiymətlər qoymalıyam. Gəlsən A-ya yazaq neçə? 18. 18. Bu nə sözdür? B A olur 18. B 19. Ha. A-ya yazdı 18. B-yə neçə yazalım? Bax, 18 getdi. 13. B-yə yazacağıq